Bugün bu yaraşıqlıyla birləşib bilincik tortu hazırlamaq istəyirdik. Əvvəlcə bilincikləri alındıra bilmədik. Ona görə də xəmirimiz az oldu. Bilinciklərin sayı da az idi. Ona görə də tortumuzun ölçüsünü kiçik həcmdə etdik. Bir yarpaq qabın alt hissəsinə sərdim, 3 yarpaq da kənarlarına sərdim. Sonra da rulet formasında hazırlayıb tortun içinə yığdıq. Ruletlərin içinə də banan əlavə etdik, çünki bananı çox sevirik. Daha doğrusu bananlı bilincik tortunu çox sevirik. Əvvəlcə bilinciklərin alt hissəsinə krem tökmək yadımdan çıxmışdı, sonra onu da əlavə etdik. Ruletlərin üzərinə də biraz banan doğradıq, sonra da kremini töküb tortumuzu bükdük. Görünüş cəhətdən bir şeyə oxşamasa da, dadı həqiqətən də gözəl alınmışdı. Xahiş edirəm videomuzda səhv tutmağa çalışmayın, çünki səhvlərimizi özümüz də bilirik. Bilinciklərimizi biraz çox qızartmışdıq, bəziləri alınmamışdı. Bükmə şəklimiz də tam normal deyildi. Ürəyimizə yatmamışdı deyə üzərini də bəzəmədik. Dedik ki, bu dəfə belə sadə olsun. Amma həqiqətən də ilk dəfə olmağına baxmayaraq dadı çox qəşəng alınmışdı.